Gedirik əsl, yəni Cərciz Peyğəmbərin qəbri olan yerə. Elə bir məkandır. Bura qəbristanlıqdır. Burada qəbirlərdir. Burada da qəbristanlıqdır. Burada qarşımızda da Cərciz Peyğəmbərin qəbridir. Esselamu aleykum ya əhlel qubur. Rahimallahu men qara'al Fatiha ma'as salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdines sıratal mustakim. Sıratallezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin. İnna lillahi ve inna ileyhi raciun. Allah'tan gelmişik. Hamımızın dönüşümüz Allah'a tərəfdir. Bu gördüğünüz qəbirlərdə yatan insanlar da bir zamanlar bizler kimi həyatdaydılar. Bu günlərim onlar yoxdular. Allah qəbul eləsin. Bəli. Bu daş kitabədə də yəni ərəb dilində qeyd olunub. İnşallah çalışaram oxuyam. Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevser. Fasalli li rabbike venhar. İnna şâniyeke huvel abtar. Kevser suresi orada qeyd olunub. Kevser suresi. Mescide daxil oluruq. Cərciz Peyğəmbərin qəbrinə tərəf. Tamamı çıxartdıq. Yavaş yavaş daxil oluruq. Selamun aleyküm. Allah qəbul etsin. Daxil olduq məzar-ı şərifinə. Türbəni inşa etdirən Hacı Qulu Nəbiyevin məzarı da burada yerləşir. Buradan aynen kapıya gidiyor. Allah. Selamun aleyküm ve rahmetullah. Belə bir məkandır. Hazreti Cərciz Peyğəmbərin qəbri gördüyünüz İsfahanda düzəltdirilib, gətirilib üstü. Hətta zərihi belə İsfahanda, yəni ki bir nəfər Azərbaycanlı tərəfindən düzəltdirilib, öz şəxsi vəsait hesabına düzəltdirilib. Gördüyünüz bu, yəni bu üzərində olan sarı ərəb dilində olan yazılar. Bu da bizim Cərciz Peyğəmbərin qəbri. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin. Belə bir məkanda yerləşdirilib günbəzin altında. Gördüyünüz burada da bir zəncir var. Bu zəncir insanlar dilək tuturlar, niyyət tuturlar. O zəncirə öz yaylıqlarını bağlayırlar. Nə dərəcədə doğrudur, onu sizlər özünüz bilirsiniz.
Aralar. Bak sizden bir karşım var. Yani dua edeyim. Sonra yaylatması atın ama bir tane bu yaylığı. Adın ne zaman? Niye sahibi? Anamıza. Cərciz Peyğəmbərin Cərciz Peyğəmbərin Allah kabul. məzarıdır. Baxın, burada da yazılıb. Hacı Əli Ağa Babayev valideynləri və qardaşlarından hədiyyə olunubdur. 2016. Belə bir gözəl məzardır. Və bizə də nəsib oldu, gəldik burada dua elədik və ziyarət elədik. Belə bir gözəl məkandır, gözəl bir ziyarətgahdır. Allah hamıya qismət eləsin, gəlsinlər, ziyarət eləsinlər. Allah qəbul eləsin inşallah. Burada videonu dayandırıram və başlayıram mən də ziyarət eləməyə.